Bana, ailə bir idarədir. Bizim də ailəmiz idarələrdən biridir. Elə təsəvvür elə ki, mən müdürəm. Anan baş mühasib. Səndəki işçi. İşçi. Ata narahat olma, mən məsuliyyətli işçiyəm. Baxayım. Alo. Alo, cənab müdür. Hə oğlum sənsən, necəsən? Vəziyyət gərgindir. Necə? İdarəmizə yoxlama gəlir. Necə? Özdə giriblər mühasibatçı ilə otağa. Otaqdan da yaman səs-küy gəlir ha. Mən neyniyim indi yaxşı? Sən narahat olma oğlum. Sən narahat olma. Gəlib onların idarəsini gör necə dağıdıram mən. Baxarsan, özün də şahid olarsan. Gəlirəm, sağ ol. Ne diyorsun?